Hoş gördük, hörmətli tamaşaçılar. Bugün Azərbaycan televiziyasında Sevilenler programında iki sevilen sənətkarımız Natavan Şeyxova ve Rafik Seyidzadə. Hoş gelmişsiniz. Sağ olun, hoş geldiniz olsun. Siz elə bir gözəl dövrünüzü yaşayırsınız ki, Rafik müəllim, Natavan xanım. Belki de her cütlüyə, her aileye nəsib olmur bu. 50 ildir bir yerdəsiz. Bundan böyük xoşbəxtlik ola bilər. Elədir. 50 il həm səhnədəsiz, həm ailecə bir yerdəsiz. İndi bu qızıl toyunuzu keçirəcəksiniz yoxsa yox? Əlbəttə keçirəcəyik. Bizdə təmtəraqlı keçirmək fikrimiz var. Yığışacaq bizim əziz dostlarımız, qohumlarımız və bu gözəl günü mütləq qeyd etməliyik biz. Sonra siz deyirsiniz bu 50 il ki biz bir yerdəyik, bilirsiniz, bizim xoşbaxtlığımız ondan ibarətdir ki, mən əsas xoşbaxtlığımız ondan ibarətdir ki, biz incəsənətdə bir-birimizlə görüşmüşük. Natavan xanımla hələ mənim bir 25-26 yaşım var idi, Natavan xanımın 20 yaşı var idi və mən işləyirdim Azərbaycan Dövlət Estrada Orkestrində, Rauf Hacıyevin rəhbərlik etdiyi orkestrdə. Orada musiqiçi kimi fəaliyyət göstərirdim və günlərin bir günü bizim direktorumuz var idi, bir Arkadi Lvoviç. Dedi ki, uşaqlar özünüzü yığışdırın Filarmoniyanın ikinci mərtəbəsində, orada bizim bir otağımız var idi. Orada biz məşqlərimizi keçirirdik. Özünüzü yığışdırın deyib, bu günləri bir qəşəng qız gələcək. Bizim yeni solistimiz. Onu işe götürürük biz və biraz belə mədəni olun. Yaxşı, qapı açıldı, gördük doğrudan da bir qəşəng qız gəldi, oturdu bizim məşqimizdə. Mən gördüm ki, doğrudan da qəşəngdir. Elə bizim bir Zaur Nurullayev var idi. Onlar bir yerdə konservatoriyada bir kursda oxuyurdular, vokal fakültəsində. O da bizim artıq orkestrdə işləyirdi. O çox gözəl müğənni idi, belə ifaçı idi. O da mənim dostum idi. Dedim ona, Zori, ged ona deyinən ki, o mənim həyat yoldaşım olacaq. Böyle konkret. Size bu haber necə gəlib çatdı? Но когда он мне это сообщил, Заур, я посмотрела, обратила внимание на музыканта, который сидел. Ну, так просто обратила внимание, ну, симпатичный парень сидит. И мне было смешно, посмеялась, и на этом закончилось. Ama sonra görünür Rafik müəllimin təkidi ilə... Əlbəttə, bəs ayrıca ola bilməzdi. Bunların da Zaur Nurullayevin atası konservatoriyada dərs verirdi. O siyasi belə fənlər. Və bunlar ailəvi bir-birini yaxşı tanıyırdılar. Atası, anası Natavan xanımın, onun atası, anası ailəvi yaxın idilər. Və onu da tapşırmışlar ki, indi bu 1-2 aylıq biz qastrol səfərinə yay tətili vaxtında bizlə getmişdi. Bu Pribaltika şəhərlərində biz olduq. Və orada artıq mən ciddi saqqızını oğradım Natavan xanım və ondan söz aldım ki, yəni ki, söz verginə sən mənim həyat yoldaşım olacaqsan. Dedi, yaxşı gələrik Bakıya. Bakıya gəldik. Maraqlısı odur ki, Bakıya gəlirsiniz və o dövrdə, yəqin ki, o dövrdə dəb olan Komsomol sayağı toy edirsiniz. Yox, Komsomol sayağı, biz Azərbaycanlıyıq. Nə Komsomol sayağı o vaxtı ya, Komsomol sayağı bizdə... Yox, Rafik mənim, nigahınız Komsomol sayağı olub amma. Bilirəm, ondan beşbətər olub. Deyirsiniz ki, bilirəm. Ondan pis olub. Komsomol sayağı öz yerində. Ancaq belə olub ki, artıq günləri bir günü Bakıda artıq biz burada olanda zəng elədi Natavan xanıma evə ki, gəl yine Filarmoniyada səni gözləyirik biz. Gəldi, pasportumuz da bizim müdürdəydi orada. Götürdük pasportdan, dedim ki, söz vermişdim mənim həyat yoldaşım olacaqsan. Danışmışdım Zaksdan ki, biz gələcəyik saat 3'də orada olacaq. Gəldik Zaksa, gül kimi qoldu. А я, так как была молоденькая, 20 лет, я говорю, раз обещал, идем.
И пошла. Getdik Zaksa. Yəni valideynlərdən icazə Valideynlərin almadan. xəbəri yox idi. Yox idi xəbər. Yox, heç kəsin xəbəri. Nə mənim valideynlərimin, nə Natavan xanımın. Sonra Zaksdan çıxandan sonra bu artıq ayıldı, gördü ki, bu Zaks məsələsi. Mən neyniyim, evə necə gedəcəyəm, mən evdə öldürərlər məni. Axırı getdik, yığışdıq getdik. Собрали половину оркестра. И вот пришли. Dostlarımızla gəldi, atası da işdən gəlmişdi. Soruşdu, kağızları qoydum onun qabağına, rəhmətli Şura müəllimin. Baxdı, dedi ki, bu kağızlar, zatlar, bunlar bir şey, əhmiyyəti çox elə böyük deyil. Sənin valideynlərin var, dedim, əlbəttə var. Dedi, bəs onlar qoy gəlsinlər də. Sabahsı günü valideynlərim, mən də gedib evdə dedim, evdə də deyəndə ki, mən evlənmişəm. Deyirlər, sənin başın xarabdır. Bəs bunu bizə deyərlər də, evlənmək istəyirdin, evlənəydin. Yəni bizim etirazımız yoxdur. Əlbəttə, sabahsı günə getdilər bunlara, mənim valideynlərim. Хонча ilə, Zadan Endinə ilə. А почему он все это сделал так убыстрил? Потому что оркестр должен был ехать на гастроли. А, естественно, я училась, меня не пустят. И я останусь здесь в Баку. Он побоялся, что я потеряет. Вдруг... Əlbəttə ki, Rafiq müəllim qorxurdu ki, birdən nə bilim, bir müddət ola bilər, əlbəttə. Sonra əldən çıxar da. Biz də onu elə kontrol eləməliyik yaxı. Onu öz başına buraxmaq olmaz. Amma valideynlərinizə danışdınız da bu əhvalatı ki, yəni səbəbini söylədiniz, hə, Rafiq müəllim? Əlbəttə söylədim ki, məsələ belədir. Valideynlərim çox belə məmnuniyyətlə, böyük bir məhəbbətlə qəbul edədilər Natavan xanım. Tanıyırdılar o vaxtacan? Yox, hələ tanınmamışdı. Ancaq bir məsələ var ki, onun anasına zəng eləyib, bizim bir dostumuz da var idi, Əli Usubov, rejissor da opera teatrında. Biz bir yerdə. O bir yerdə oxuyublar bunlar, bir yerdə də oturub dururduq və onun belə gür səsi var idi, bariton səsi var idi. Ondan xahiş elədik ki, zəng edib onun anasına, valideynlərinə deyilən ki, Natavan ərə gedib. Artıq kəbini kəsilib. Anasına zəng eləyəndə anasının ürəyi getmişdi. Sürpriz olub da. Sonra qardaşım götürdü trubkanı. Sonra qardaşı trubkanı götürdü. Gəldik biz bunlara. O devirdə də bunların evlərinə bir-iki elçi gəlmişdi Naxçıvandan. Bunların atası Naxçıvanlıdır, indi onlar da qohum Ağrəbədən, elçilər də gəlmişlər. Və sizin də bundan xəbəriniz var idi, Rafiq müəllim? Xəbərim belə var idi, bilirdim ki, bir də elçi. Ona görə tezləşdirib də. Əlbəttə, elə şey olar. Prosesi ona görə tezləşdirib. Və beləliklə, anasını deyirəm də, eşidən ki, bu xəbəri ürəyi getmişdi, skorpomuş gəlmişdi. Dərd-üdətli. Sonra dost oldum əylə. Ən sevimli oğlum mən, kürəkəni oldum, əlbəttə. Və toyunuzu da kinostudiyada keçirmişsiniz. Kinostudiyada keçirmişik, kinostudiyanın restoranında keçirmişik. O kinostudiya o vaxtı təzə tikilmişdi. Belə oldu ki, aprelin 21-də Bakıda bir gürültülü belə bir leysan yağış yağmışdı və hətta bu Montin qəsəbəsində olan bir Bagirevski most adlı belə bir körpü var. Onun bir hissəsini yağış aparmışdı, sel aparmışdı. Və anası da deyirdi ki, təbiət deyir, ağlayır deyir, mənim qızımı deyir, Rafiq belə də oğrayıb. Evimizdə şənlik var, axıb gəlir qonaqlar. Evimizdə şənlik var, axıb gəlir qonaqlar. Açılıbdır süfrələr, düzülübdür töhfələr, gəlin gəlin bugün bizə. Çal çal çal, arkaman bir hava çal 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 çal. Bir oynak şen hava çal 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 çal. Oynasın qaynatalar çal çal çal. Oynasın qaynanalar çal çal çal. Oy olan qız oynasın çal çal çal. Bütün məclis oynasın. Natavan xanım, siz özünüz kino ailəsində anadan olmuşsunuz. Toyunuz da ona görə kinostudiyada keçirilib də. Yəqin bununla da bir əlaqəsi var. Yəni kino ailəsində anadan olmuşsunuz və kinoaktrisa olmaq istəmişsiniz. Amma təsadüf sizi musiqiyə, estradaya gətirib. Necə baş verdi bu?
Я вам скажу. Значит, я училась в 10 классе. И, ну, так как я хотела стать киноактрисой, и папа это знал, потому что старший брат у меня учился в Авгике на операторском факультете, и я тоже собиралась в Авгик. Ну, очевидно, папе не хотелось, чтобы я уезжала. И дома я пела, и все знали, что я пою, что у меня есть голос, и в школе пела на вечерах, там, в своих. Да, и поэтому в один прекрасный день папа мне говорит, мол, давай пойдем в консерваторию к Рауфу Атакишиеву. Он был его другом. Говорит, пусть он тебя послушает, может быть, у тебя есть голос, может быть, ты здесь будешь петь. Ну, и мы Yəni пошли. o qədər sizi buraxmaq istəmirdi ki, kənara. Bəli. Hətta bu təklifi də sizə elədi ki, Bakıda qalasınız. Да. Belə anladım da. Мы пришли в консерваторию, а в фойе внизу мы встретили Амину Дельбази, нашу известную, которая была женой ректора Джавдата Cövdət Хаджиева. Hacıyevin, bəli. Она приходила к нему и внизу нас встретила. Она очень хорошо знала папу, Шуа, это твоя дочка, все. Давай, куда ты? Я, говорит, иду к Рауфу, чтобы ее прослушали. Она говорит, давай мы ее возьмем в ансамбль танца. Я ее научу танцевать, потому что я была высокая, стройная. Да, он говорит, нет, мы идем. Рауф Мялем меня послушал. Он говорит, ну, есть голос, есть все. Вот идем, говорит, на 2-м этаже, в зале большом, идет экзамен. Идем, пусть тебя, мол, послушают педагоги. Мы поднялись, я вышла на сцену, у меня такая коса была длинная, в 10 классе. Я, значит, тоже какую-то песенку спела им, все. Сказали спасибо, все. Я вышла. Мы сидим с папой. Экзамен закончился, комиссия ушла на заседание. Сидим, ждем, смотрим. Я говорю, папа, давай пойдем. Наверное, ничего не получится. Он говорит, нет, ну подождем. В общем, прошло какое-то время, выходит комиссия, члены комиссии, в общем, все. Ко мне подходит такая крупная женщина, дама-педагог, да, и говорит, деточка, я тебя беру в свой класс на подготовительное отделение. Я, значит, училась в школе, заканчивала 10 класс, и вот училась 2 года на подготовительном отделении у нее. Deməli belə oldu musiqiyə gəlməyiniz. Да. Bəs sonra heyfslənmədiniz ki? Потом уже это пение так меня захватило, что уже о кино я, конечно же, забыла. Amma bir-iki epizodik rolda çəkilmisiniz. Да. Да, это, значит, ну, в общем-то, я снималась только в 13 лет, это совсем маленькая была. «Onun büyük yüreği» фильм. Bəli. Аждар Ибрагимова. Bəli. Nalə. Ana, yaxşısanmı? Çox yaxşıyam. Mən də. Yəni ki, heyfslənmirsiniz. Yok, Nəfiq конечно, xanım. конечно. Çünki əgər kinoya getsəniz, Rafiq müəllimlə rastlaşmazdınız. Əlbəttə. Orkestra gəlməsəydi filarmoniyaya. Hə də. Ancaq filarmoniyada o bir müddət bir aparıcı kimi də fəaliyyət göstərib. Но это будучи студенткой. İndi o estradaya gəlişinizi də istəyirəm. Но я danışasınız училась ki- уже в консерватории как вокалистка, как классическая певица, но мне всегда нравилась эстрада. Я всегда как-то любила петь. Bəlkə o sonradan Rafiq müəllimin təsiri olub. Yox, təsir belə Yox. olub ki, biz yerdə artıq başlamışdıq çalışmağa və artıq bu vokalist kimi Natəvan xanım fəaliyyət göstərirdi orkestrdə. Çıxırdı, 4-5 mahnısına, 5-6 mahnısına oxuyurdu. Bulaqları çağlar qaldı, quşlar uçdu, bağlar qaldı, dağlar qızı gəlin köçdü, ata yurdu dağlar qaldı, ürəyim arı təhkim, fətirlidir çiçəkim, bu dağlarda maral vardı, belə gözəl çiçəkimi, ürəyim arı təhkim, fətirlidir çiçəkimi, bu dağlarda maral vardı, gözəl göyçəkimi. Sağ ol dağlar, ürəyimdə sevgi yaşar, var ol dağlar, sağ ol dağlar, sağ ol dağlar, sağ ol dağlar, sağ ol dağlar.
müəllim, sizin də səsiniz vardı, həm də oxuyurdunuz. Amma nədənsə, bilmirəm, bəlkə təsadüfən saksafonu yox, klarneti seçirsiniz. Necə olur o? Mən sizə deyim də, belə, mən ümumiyyətcə sənətə 1955-ci, 56-cı ildə musiqi məktəbinə bir vokalist kimi daxil olmuşam, bir oxuyan kimi. Mənim səsim var idi, əməlli başda oxuyurdum və Tamara xanım Xəlilova var idi, onun sınıfında oxuyurdum mən Əsab Zeynallıda. Və belə oldu ki, mənim xalam qızının İçəri şəhərdə bir toyu oldu və o toyda biz də iştirak edirdik. Gecə səhərə qədər orada bir məşhur bir klarnet çalan var idi. O klarnet trio çalırdılar orada musiqi. Və buna mən valih olmuşdum. Məndən biraz bir 5-10 yaş böyük qardaşım o vaxtı Naxçıvanda o zabit xidmət edirdi. Hərbidə. O da gəlmişdi, məzuniyyətə gəlmişdi bir aylıq Bakıya. O da o toyda elə bir yerdə iştirak edirdik biz. Sabahsı günü qardaşım mənə dedi ki, Rafiq, nə yaxşı klarnet çalırdı o toydakı klarnet çalan. Dedim, gözəl, çala bilərsən sən. Məndə də bir xüsusiyyət var idi. Nə tapşırsaydılar, mən ona eləyirdim. Mənə inanırdılar, uşaq idim. 16-17 yaşım var idi, ancaq bacarıqlı uşaq idim, ola bilsin də, belə oldu. Amma adətən 5-6 yaşından başlayırlar axı, yəni. Yox, mənim heç klarnetdə heç müəllimim də olmayıb axı. Klarneti mən götürmüşəm, saksafonu, klarneti mən götürmüşəm, heç kim mənə heç nə görsətməyib. Mən özüm onu... Самоучка. Yəni qardaşınız sizə söylədi, siz də dediniz ki, bacararam. Dedim, bacarıram. Getdik biz Univermağa, o vaxtı Bakı Univermağında. Klarnet almağa. 916 manada bir klarnet var idi orada. O da böyük pul idi o vaxtı. Qardaşım o pulunu onun verdi, klarneti götürdü, verdi mənə. Sonra da ki, mən elə o gündən bütün qonşuların, qovum ağrəbənin başını dəng eləmişdim. Aydın məsələdir də. Heç nə səs çıxırdı, nə bir şey artıq belə onu mən mənimsədim və artıq o devirdə o saksafonda belə 60-cı, 59, 1-2-3 ildən sonra mən məşhur saksafonçu oldum. Ən məşhur Bakıda saksafonçu oldum mən. Ona görə məni 60-cı ildə dəvət edildilər Azərbaycan Dövlət Estrada Orkestrına düşmək. Ora elə musiqiçilər var idi, onları götürmüyürdülər. Bəs necə oldu ki, klarneti... Klarnet də ki, elə saksafonla əmi oğlu, bacı oğludular da. Necə oldu, keçdiniz sonra saksafona? Hə, sonra saksafona. Necə oldu? Saksafona da ki, belə oldu. Yəni bir xərc çəkmişsiniz, klarnet almışsınız, sonra da bir xərc çəkib qeyb saksafon belə oldu ki, bir inşaatçılar sarayı var idi. Orada mənim dostumun bir orkestr, estrada orkestri var idi. 57-ci ildə orada Qaya kvarteti də başlamışdı öz fəaliyyətini göstərməyə. Mən elə Qaya kvarteti ilə bir-iki ay oxumuşam onlarla bir yerdə. Təzə-təzə təşkil olunan vaxt. Yeni vaxtlarda. Yeni, laf o gənc vaxt. Təzə yarananda görmüşəm. Təzə yarananda. Teymur Mirzoyev idi orada, Xaçayev var idi, mən idim. Bir də... Oktay yox. Oktay yox, Oktay sonra gəldi, Ağayev. Oktay Ağayev sonra gəlmişdi oraya. Mən nə demək istəyirəm? Orada bir sırıq salxaq saksafon var idi. Götürdüm onu, getdim bir usta da onun üst hissəsini düzəltdirdim. Başladım çalmağa, onu da mənimsədim və eləliklə başladım saksafonu çalmağa. Saksafonu çalanda da ki, Kəbləyi, o vaxtda mənim ləqəbim heç məni Rafi Seyidzadə tanımıyırdılar. Kəbləyi deyirlər. Kəbləyi ara, saksafon ara. Hə, Kəbləyi onu Seyidəm də, Seyidzadə. Bu caz musiqisi elə musiqidir ki, beynəlmiləl musiqidir. Orada ayrı-ayrı millətlərin nümayəndələri çalırdılar. İlk improvizə edən Azərbaycanlı improvizə edən saksafonçu, o mən olmuşam respublikada. İndi bir dənə improvizə eləyində bizim üçün rakiblər. Onu çalaram sonra da birazdan. Yox, indi istəyirik çalarsınız. Yox, indi daha... Niyə belə qızlar belə kaprizdə olursunuz? Siz eli yerdə adamı tutursunuz ki, heç. Yox, heç bir kapriz deyil, sadəcə sizin ifanızı dinləmək istəyirik. Dinləyə gəlsin. Teşekkürler.
Bu geri yaxı özünə gəlsin biraz. Geri Teşekkür istilə ederim. desəm bunu. Biraz nəm olmalıdır. Səsi daha da dolğun çıxır saksafonun. İndi elə beni götürdüm Amma birdən. qəşəng çıxdı səsi. Ya ne çıxır da ağzına pis çıxır. Amma çox xoş oldu, az çaldınız Rəfiq müəllim. Hayır çalaram eybi yox. Bir də elə sizə təsir eləyən bir musiqini mən çalaram eybi yox. Əgər belə siz məni indi qəfildən tutdunuz ha. Mən də sizin üçün bir sürpriz. Aha, gözləyirik. Çox gözəl. İndi hər ikiniz danışdınız. Həqiqətən də çox təsadüflər olub. Elə hər ikinizin sənətə gəlməyi də təsadüf nəticəsində olub. Bir məsələ var da. Bir məsələ var. O da bir məsələ də var. Elə bir məsələ xətəkar məsələdir. Cavan uşaq idi, bizim orkestrimiz də var idi. O devirdə bütün bu ənənəvi belə tradisiyon veçera deyirdilər. Azidə, Politexnik İnstitutunda, məktəblərdə. O ki qutaranda tədris ili orada gecələr yaradırdılar və musiqiçilər də orada çalırdılar. Biz də orada İndi də var. Biz orada çalırdıq və gənclər də rəqs oynayırdılar. Diskoteka kimi. Diskoteka kimi. 133-cü məktəbə bizi dəvət eləmişdilər, orada çalaq. Çalaq, mənim də bir dostum, 4 nəfər musiqiçilərdən gəldi orada, o gecəni çalanda. Gördüm, bir qəşəng qız var, gözüm aldı orada. Qoydum saksafonu, gəldim, dəvət elədim. Natavan idi. Deməli... Hələ laf bir 2 il ondan qabaq, 3 il ondan qabaq. Hətta 3-4 il ondan qabaq. Yəni o ciddi... Talih belə gətirib. Yəni o ciddi tanış olana qədər... 4 il ondan 3 il qabaq. Ondan öncə artıq təsadüf sizi qarşılaşdırmışdı. Gəldim bunu... Deyirəm, qismətdir də, Rəfiq. Hə də, rəqs artıq oynayanda mən buna görüş yeri təyin elədim. Dedim ki, bu da güldü belə. Gəldim, sonra 2 saat gözlədim Nizami Kinoteatrının saatının altında. Gəlmədi. Gəlmədi ki, gəlmədi. Daha itirdim. Sonra da artıq mən belə... Çox maraqlıdır. Əslində doğrudan. Bəs mən həmişə ona deyirəm ki, Allah Taala məni yaradıb sənə görə. Sənin köbəyində qulluğunda olan. Mən belə başa düşürəm. Bir dəfə qaçmaq istəyib, amma ikinci dəfə artıq... İkinci dəfə hara qaçacaq? Artıq qaça bilməyib. Həqiqətən də. Belə maraqlı hadisələr olub həyatımızda bizim. Bayaq dediniz, qeyd etdiniz ki, ilk dünyaya gələn övladınız qız evladı idi. Amma ikinci evladınız 15 ildən sonra olub, hə? 15 il fərqlər var. Yəqin ki, bu fasilənin də bir izahı var. Əlbəttə, elədir. Hə, indi onu danışın da. İndi onu da mən sizə deyim ki, Natavan xanım icazə versə. Belə deyir, biz qastrol səfərində olurduq. Biz 15 il mən Azərbaycan Dövlət Estrada Orkestrində fəaliyyət göstərmişəm. O orkestri də bütün dünyada tanıyırdılar. Bakıda onu heç elə də tanımıyırdılar. Nəinki ayrı-ayrı respublikalarda, Moskvada, Leningradda. Biz ən məşhur orkestr idi. Qaya da həmin o orkestrin içində Oktay Ağayev da o orkestrdə formalaşıb. Bütün o dövrün estrada O dövrün estrada orkestri ifaçıları. Rauf Hacım, biz bu Moskvanın o telestudiyalarında, Kreml sarayında dəfələrlə 8 ay biz qastrolda. Biz hətta 9 ayı, ilin 9 ayı biz qastrol səfərində olurduq. Bakıda olmurduq. Əgər desəydilər Moskvada Rafi Seyid, bilirdilər ki, məşhur saksafon çalan ya Natavan, ya Oktay Ağayev, bizim o afişalarımızı asan kimi gecədən elə olurdu ki, gecədən insanlar öz stulları ilə gəlib otururlar, səhər açılsın, kassa açılsın ki, oradan bilet alsınlar bizim orkestra. Bakıda olmurdu. O psixologiyamız da dəyişmişdi. Yerdən gəlirdim mən Bakıda, rast gəlirdim belə şeylərlə çaşırdım. Bilirsiniz, o psixologiya dəyişilirdi. 15 il mənim ömrüm elə keçib.
ayrı-ayrı yerlərdə. Daha kimlər var idi məsələn? O qastrol səfərlərinə bizim o dövrki sənətkarlarımızdan kimlər sizinlə bərabər Mirzə Babayev gedərdilər? olub, Mirzə Babayev olub. Elmira Ragimova. Elmira Rəhimova olub. Elmira Rəhimovadan deyim sizə, 61-ci ildə o da elə mənimlə bir yerdə, Qaya ilə bir yerdə biz təzə proqram yaranmışdı, Rauf Hacıyev yaratmışlar. Və biz də dəvət edirik. Elmira da bizlə elə bir yerdə gəlmişdi, orkestrdə fəaliyyət göstərirdi. Çox təəccüblü də odur ki, Hindistandan gələndən sonra o orada caz musiqisini də mənimsənmişdi. Hindistanda məhz. Hindistanda ola. Və o bir caz kompozisiyası ifa edirdi bizim orkestrdə. Mən də cavan uşaq saksafonla çıxırdım, onun yanında solo çalırdım ona. Oxuyandan sonra da bir-iki kuplet. Onun hətta valı da var. Rafiq müəllim, onda biz də tamaşa eləyək. Əlbəttə. Həmən o kadrlara biz də baxaq. Gəl tamaşa edəyək. Эльмира Рагимова, Баку. Индийская песня «Чин-чен-чу». Чин-чин-чу, баба чин-чин-чу, रात चांदगी में तुम नमस्ते जी क्या हाल है मेरा नाम чин-чин-чу, чин-чин-чу, баба чин-чин-чу, रात चांदगी में तुम नमस्ते जी क्या हाल है पापा 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 İllər uzun qastrol səfərlərində olmuşsunuz. Deyirsiniz də ilin 8-9 ayını Bəli. demək olar ki, elə səhnələrdə keçirmişsiniz. Bizim ifaçılarımızla bərabər. Necə idi münasibətləriniz? Çünki niyə bunu soruşuram? Aylarla bərabər olurdunuz. Yəni bir yerdə çörək yeyirdiniz, yəqin ki, bir yerdə səhnəyə Bir çıxırdınız. yerdə, Elə deyil. Çox yaxşı. Münasibətləriniz necə idi? Çok yaxşı. Со всеми дружили, замечательные были отношения. Тогда, вы понимаете, какие-то взаимоотношения были совершенно другие. Мы, наоборот, всегда переживали. Вот если кто-то не так проходил в концерте, вот кто-то выступал и что-то не так аплодировали, как-то переживал. Я, например, переживала. Вот. А, в общем-то, всегда друг другу помогали. Yəni həmişə bir-birimizə dəstək Da. olmuş. İndi mən sizə deyim də 74-cü ilə qədər, 75-ci ilə qədər bizim həyatımız Azərbaycan Dövlət Estrada Orkestrindən keçib və biz orada çalışmışıq və bizim qızımız da elə yayda bizdən bir 5-6 ay da sizə qoşulurdu. o da qoşulurdu, gelirdi bizdən və nənəsi ilə də qalırdı. Məktəbə də başlamışdı getməyə o devirdə. Ona görə də 15 yaş oğlumla Bəli, fərq var. Məni 75-ci ildə bizim artıq estrada orkestrimiz reorganizasiya oldu, dağıldı. Yəni artıq orkestr ləğv olunandan Bakıda sonra, qalandan sonra. Bakıda qalandan sonra Aha. düşündünüz ki, Mən bir ikinci evladımız da olsun. Nəhayət bu Əlbəttə, işdən elə baş bir- açıb necə deyərlər. Bir oğul istəyirdim, Allah Teala da oğlu verdi. Tak işte var belə. Rəbim, o Bakıya qayıdandan sonra elə yeri gəlmişkən, Hə. siz rəhbər vəzifələrdə də çalışmağa başlayırsınız, Bəli. elə filarmoniyada. Bəli. Və özünüz sənət adamı olduğunuza görə o sənətkarların problemləri çox yaxın olub sizə və az da kömək eləməmisiniz sənət dostlarınıza. Elədir. Bəlkə o xatirələrdən nəyisə yadınıza salasınız? Mən həmişə incə sənətə və sənət adamlarına qulluq eləmişəm. Mən özüm barədə düşünməmişəm heç vaxtı. Heç vaxtı. Hətta konsert şöbə müdürü olan zaman nə qədər mən insanları, mən qalmışdım dövlətlə o devirdə, toyların arasında. Bütün bizim bu müğənnilər, Teymur Mustafayevdir, Zaur Rızayevdir, Niyaməddindir, bütün də bizim Canəli Əkbərindir. Bunların hamısını, onların Şövkət xanım, Sarı Şövkət xanım, idi, Sarı xanım idi, Əbülfət idi, nə deyim, bütün də bizim o sənətkarlarımızın, onların işini mən idarə edirdim. Və onları İslam Rızayevdir, Bəli, bəli. onları həmişə mən elə şərait yaradırdım. Onlar gedirdilər toylarda, axı onlar yaşamalı idilər. Bəli, bəli, qazanc Mən yeri göndərdiyim konsertdə ona 5 manat, 10 manat pul verilirdi. O ilə yaşamaq mümkün deyil idi. Və bunları elə tənzimləyirdim.
bir qəpik xeyirsiz. Yəni imkan yaradırdınız. Yaradırdım ki, onlar da yaşasın, onların da bu yaradıcılığı həm toylarına getsinlər, pullarını qazansınlar, həm də ki, səhnəyə işi çıxsınlar. Çünki işləyirdilər onlar. Onları mən hər iş vaxt yeri filarmoniya idi. Onları mən hər vaxt onları mən zəhərləyə bilərdim. Prosta yaza bilərdim ki, bu işləməyir, işdən çıxardım. Bəs ona görə söylədim ki, siz özünüz sənət adamıydınız. Ona görə də onları çox yaxşı da anlayırdınız, yəni problemlərini. Rəfimə, bir gün siz gəlirsiniz mahnı teatrına və sənətkarlarımızdan birini Qarolda oturan görürsünüz. Kim idi o sənətkar? İndi onu deyim sizə də. 92-ci il idi. Mən mahnı teatrının rəhbərini axtarırdım, direktorunu axtarırdım. Zəng elədim, gördüm, heç kəs trubkanı götürməyir və o keçidə zəng elədim Praxadnoya. Zəng elədim, soruşum, görüm ki, Niyazi müəllim teatrdadır, ya yox. O ilə işim var idi mənim. Gördüm, bir nəfər götürdü trubkanı. Alo, onun o tələfüzündən, səsindən hiss elədim ki, bu Oktay Ağayevdir. Dedim, hə, Oktay sənsən? Dedi, hə, o da məni tanıdı, o da müzik. Hə, Kəbləy, biz dast idik də. Hə, Kəbləy, tanıdın, belə. Deyirəm, Oktay, orada nə edirsən? Gülə-gülə. Deyir ki, bilirsən, Kəbləy deyib, artıq biz məzuniyyətə, təqaütə çıxmışıq və Zaur Nurullayevdir. Mənə, burada artıq biz qarolçu işləyirik, axranı. Növbətçi də, belə. Bəli. Onu deyəndə elə bir başıma bir qaynar su tökdülər. Dedim, hə, dur oradan, ağzımdan çıxanı buna. Ərk eləyirdim, bizim aramız yaxşı idi oyuna, qardaş kimi idi. Belə də çox ağır buna sözlər dedim. Özü biabır eləməklə, Zaur'a da ver trubkanı, Zaur götürdü trubkanı. Dedim, sən də çıx oradan ged yine, sabahlar saat 12'nin yarısında tez mıqnavenlə anı halda mən qərar götürdüm, qəbul elədim. Gəl yine sabah 12'də mənim yanıma. Trubkanı qoyandan sonra tez nazirə zəng elədim. Dövlət telefonu ilə, hökumət telefonu ilə. Sabahsı günü gələndə, çox sağ olsun, götürdü onu. Yenə bərpa elədi. Filarmoniya? Yox. Mahnı teatrı solist kimi. Solist kimi. Yenə də bərpa elədi. Ondan sonra bir-iki ildən sonra da ad aldı, xalq artisti. Oktay Ağayev. Как много дней я жду той встречи, приди скорей, тебя молю. И может быть от этой песни узнаешь ты, как я тебя люблю. Элеонора, Элеонора, улыбку счастья подаришь мне. Я знаю, ты придешь, и это будет скоро. Элеонора, любовь моя. Sabahsı günü Zaur Nurullayev gəldi mənim yanıma. Mən də onu götürdüm xor kapella, onun səsi bariton idi. Xor kapellasına uyğun gələn, Oktayın səsi uyğun gəlməyəcəkdi. Estrada müğənnisi idi də ona görə. Götürdüm onu xor kapellasına, ən böyük vəzifə maaşla, stavka ilə götürdüm onu və ömrünün axırına qədər işlədim. Natıva xanım, danışırdı Rəfiq müəllim, məsələn, müəyyən hadisələri gəlib evdə sizinlə paylaşırdı, bax, məsələn, bu məqamları. Mən başıma bir oyun açdı, mənim bir dostum Qorxmaz Qurbanov, bizim rəqqas, tanınmış rəqqasdır da, əməkdən artist. O, filarmoniyada konsert şöbəsində, mən onu bir də göndərdim, bir siyahiyə yazdım, göndərmişdim, hansısa bir Zaqran Payeskaya gelmişdi. Xaricə səfərə göndərmişdim onu. Dostumdur mənim. Gəldi, günlərim xaricdən qaydanda bir də gördüm, bir dənə belə bağlama gətirdi, qoydu mənim qabağıma. Ola bilsin, elə özü də eşidəcək bu da. Götürdü, qoydu bağlamanı qabağıma. Dedim, bu nədir? Daha cəmaatın arasında artıq söhbət eləyə bilmədi. Onu toxuna bilmirdim. Toxuna bilmirdim, ona elimi tox vuracaq. Gətirdim evə,
açdım, gördüm, Philips Britvadır bir dənə. O vaxtı bu daha ən belə kişilərin ən belə arzusu idi. Səsi də çıxmırdı. Onu yandırdım, gördüm, səsi çıxmır. Hədiyyə gətirmişdi sizə. Hədiyyə gətirmişdi mənə. Budur ki, dedi, bu da dedim, qorxmaz gətir. Dedi, apar, qaytar. Yok, bu rüşvət olur da. Rüşvət kimi bir şey olur da. Derim yok. Götürdüm, yenə də onu qoydum, bir devamlı saqqalımı qırxdım ləzzətlə, keyflə, bağladım, təmizlədim. Gətirdim, dedim, sabahsı idi, qorxmaz gəldi işə, filarmoniya. Dedim, mən qorxmaz, buraya görəyim. Gözünü qorxmaz. Dedim, sən ki, dedim, götürüm bunu, ayıb şeydir, elə şey olmaz. Elə də verdim ona. İndiyə qədər qorxmaz deyir ki. Qaytardım onu mənə. Hər dəfə belə Nativan xanımın sözünə qulaq asırsınız? Yox, belə yox. Hər dəfə dinləyirsiniz onun məsləhətini? Onun bir şey yaxşı idi ki, əvvəla məni vəzifəyə götürəndə Şəmsi Bədəlbəyli, Allah ona qəni-qəni rəhmət eləsin. O mənim həm bir valideyn kimi mən ona ömrümdə elə bir münasibət bağışlamışam. Və o məni işə təyin eləyəndə dedi ki, Rafiq, bilirsən, sənin də familən Seyidzadə tanınmış kişinin oğlusan sən. Mənim də familəm Bədəlbəylidir. Xahiş edirəm səndən bizim adımıza ləkə olmasın. Gəlirlər mənə, deyirdilər ki, sənə bir hörmət eləmək istəyirik, Rafiq müəllim. Sabahları bayramdır. Deyirdim, neçə uşağım var. Deyirdi ki, 2, uşağa nə daxlı? Deyirdim, nə qədər vermək istəyirsən mənə? Deyir, 100 manat vermək o vaxtı. Deyirdim, ged hərəsinə 50 manatlıq mənim adımdan padarka al. Belə həyat keçirmişik. Bilirsiniz, Rəbif müəllim, nə qədər də o vəzifələrdə çalışmış olsanız da, mənə elə gəlir ki, səhnə sizin üçün ən doğma yerdir. Çünki, bax, indi də o fəaliyyətinizi, o səhnə fəaliyyətinizi davam etdirirsiniz. Elə deyilmi? Ona görə söyləyirəm ki, ən doğma yer yenə də sizin üçün səhnədir. Gəlin sizin bir solo ifanızı eşidək. Hələ nə demək istəyirəm mən o ifadan əvvəl? Günlərin bir günü YouTube-da mənim də dostum Eldar Mansurov mənim dostumdur da. Hamımızın dostudur əslində. Onunla gənclik mənim gözümün qabağında keçib. Və onun bir mahnısını gördüm. Sizin orada Nərgiz xanım, açdım, gördüm bir mahnı var orada, Sevərsənmi? Eldar Mansurovla biz bir proqram hazırlayanda, məxsusi olaraq o proqram üçün mahnı da yazıldı və mən onu ifa etdim. Çox gözəl yazılıb da, onu təşəkkür edirəm, təşəkkür edirəm. Amma belə çıxır ki, siz indi həmən o mahnının instrumental variantını bizim üçün. Versiyasını mən, nə demək istəyirəm, o mənim ürəyimdə çox elə səslənirdi qəlbimdə. Günlərin bir günü dedim Eldara ki, Eldar, onun minusovkasını göndər mənə, orkestrovkasını göndər mənə, qalan şeyi mən özüm edəcəyəm. Orada mən bunu instrument belə bir versiya. Mənim üçün də sürpriz olacaq. Buyurun, dinləyirik sizi.
teşekkür ederim. Artıq üstündən bir 15 il keçib və o illərə qaytardınız məni də. İstəyirəm ki, o dövrün Bakısını xatırlayasınız. Kimlər olub dostlarınız, onları yada salasınız. O dövrdə bilirsiniz 75-ci ildə ki biz qaldıq artıq Bakıda və artıq filarmoniyada öz fəaliyyətimizi davam etdirməyə. Doğrudan da çox gözəl belə bir kollektiv arasında biz başladıq işləməyə. Bizim bütün o dövrdə olan ifaçılarımız, sənətkarlarımız, böyük sənətkarlarımız, elə Şövkət Ələkbərov başda olmalı. Я хочу вот сказать про наших знаменитых, наших замечательных певцов. Это Шовкет Ханум, Сара Ханум, это Тукязбан Ханум. Я со всеми с ними работала на всех праздничных концертах. У нас бывали концерты, помните, тогда АСТВ тоже организовывал Ташфигат Гатары по районам Азербайджана. И вот собирались. Azərbaycan televiziyası günləri keçirilirdi. Mən xatırlayıram, özüm də dəfələrlə o səhnədə и тогда собирались и все известные наши певцы, музыканты, поэты, писатели, даже герои соцтруда. В общем, там много было людей, и молодые, и Акиф Исламзаде, и Ильгам Акулиева. И все, в общем, собирались все в один поезд. Мы ездили по районам, нас встречали хлебом, солью, потом вечером давали концерты. Что я хочу сказать? Вот эти замечательные наши певцы, они же были все очень простые по своему нутру. Они очень доброжелательны были. Мы были молодые, они были уже зрелые. И они прекрасно к нам относились, к молодым. Вот я никогда не забуду Шовкет Ханум на концерте, например. Вот мы с ней работали, предположим, праздничные концерты, несколько концертов подряд. Какая-то группа собиралась. И вот мы, выходя на сцену, а Шовкет Ханум всегда носила с собой свои украшения в платочке. Она с собой их носила. Их было не так видно много, но она с собой их носила. Да. И она всегда перед выступлением, она мне говорила: Наточка, подержи. Я вот стояла, держала ее эти украшения, она выходила, пела, потом я ее возвращала. Сара Ханум, мы с ней были и за границей вместе на гастролях, и в Германии, и в Чехословакии, и она всегда, значит, вот бывало, что и жили вместе, и где-то я молодая, я ее и причесывала иногда на сцену, понимаете, и вот когда Демирель пригласил ее уже в пожилом возрасте в Турцию, как гостя. И вдруг я смотрю, телефонный звонок, она мне звонит: Наточка, вот ты слышала, меня приглашает Демирель, значит, в Турцию, я должна... Ты мне скажи, вот у меня есть это платье, это наряд, что мне с собой взять? Я говорю: Сархам, что возьмете, это все будет на вас замечательно. Вот такие были простые, такие были сердечные, очень люди, очень отношения были сердечные. Ya əslində biz o dövrdə doğrudan insanlar sadə idi və sizin ətrafınızda ən çox sənət adamları olub. Həmişə sənət adamları. Amma bir də bilirsiniz, bir ənənə də var idi, Rəfiməm, Natəman xanım. Qabaq məsələn evdə toplaşardılar, hə? Evə qonaq çağırardılar, pianinada çalıb oxuyardılar. Yəni bu belə ənənələr var idi. Bir gün davam eləyir. Ola bilsin, əlbəttə cavanların arasında ola bilsin. Yox, sizin ailəmizdən gedir söhbət. Bizim ailəmizdə, bilirsiniz, biz o devirdə belə bir vəziyyət həmişə bizim evimizdə yaranırdı. Natəman xanımın olduqca çoxlu mahnıları var. Yazılı bizim Qızıl Fonddadır. Bəli, bəli. Və bütün bu bəstəkarlar hamısı, mahnılar bizim evimizdə yaranıblar. Oktay gəlirdi Kazımov yoldaşı ilə. Gəlirdilər bizdə, elə oturub yiyib içirdik. Tofik Babayev, замечательный композитор. Emin Gildə, Sabitoğlu, sonra nə bilim, belə həmişə biz görüşürdük bütün bəstəkarlarla. Vasif gəlirdi, Adıgözəli. Еще бывало, знаете, приходили к нам друзья, молодые мы были. Дочка у меня маленькая совсем была, все. Ну, приходили друзья вечером к нему, мужская компания. Значит, что? Да, они сидели, беседовали, играли. А я что делала? Девочку клала спать, шла на кухню и готовила им хингали, готовила им картошку, варила, селедку им делала. Вот они сидели, выпивали. Вот такое.
bişirirdi. Hamısını Natəvan xanım. Hər şeyi siz eləyirdi. До сих пор. Əslində o dövrün sənətkarları hamısı özləri Hamısı, hazırlayırlar. əlbəttə. Və mən sizə bir şey söyləyeyim. Məsələn, bizim bu proqramımıza çox qonaqlar gəlib də, sənət adamları gəlib. Amalia Pənahova xatırlayıram, danışırdı ki, özüm O da pişirərdim. həmçinin. Bəli, Elə olmaz. mətbəxdə özüm məşğul olardım bütün işlərlə. Sonra yadıma gəlir ki, Cahangir müəllim, Cahangir Novruzov, Nəsibə xanımın oğlu. O deyirdi ki, bizim evimizdə heç kəs yox idi, xadimə falan yox idi. Nəsibə xanım özü hər işini görərdi, sonra deyir, gəlib oturardı, deyir, mətbəxdə deyərdi, dayı gedin yatın da, gedin siz yatın, mən məşq eləyim yəni. Əslində o dövrdə elə idi. Baxmayaraq ki, sizin başınız da açılmırdı işdən, gücdən, yəni səhnədən, qastrol səfərləri filan, amma bu ev işləri ilə də özünüz məşğul olardı. Ömür boyu. Rafiq mənim kömək eləyərdi sizə, Natəvan xanım. Ну, он работал, получалось так, что вот я, например, я с ребенком выходила гулять, предположим, я же сама ходила гулять. По дороге я заходила на базар. Я что-то покупала, конечно. Это сейчас уже нет. Это сейчас нет. Нет, уже когда в таком... Да, это уже от меня они забрали. Aha, mübahisə başladı. Нет, уже я сейчас это не делаю, ну а в молодости делала, почему нет? İndi oğlum hərdən gedir bazara. Сейчас не hərdən, mən а он bazarlığı очень mən часто. edirəm. Ancaq həmişə ən dadlı meyvə, ən dadlı yeməkləri oğlum alır. Nəsə əlinin bərəkəti var. Çox belə təəccüblüdür. Rafiq mənim, indi siz belə bir balaca belə bir mübahisə elədiniz. Adətən söyləyirlər ki, sənət adamı çalışır ki, öz sahəsindən olan bir adamla evlənsin, ailə qursun. Ki, biri-birini daha yaxşı anlasınlar. Amma digər tərəfdən belə bir şey də söyləyirlər ki, iki istedadlı insan bir ailədə yaşaya bilməz. Bir evdə yola gedə bilməz. Çünki ambisiyalar toqquşur da. Sizin ailədə necə olub? Çox olub mübahisələriniz. O insanın xasiyyətindən asılıdır. Elə insan var ki, egoistdir. Mən həmişə fikirləşmişəm Natəvan xanımın sənətini. Həmişə mən güdmüşəm, həmişə nəzarət altında saxlamışam onun çıxışını. Həmişə də istəmişəm ki, o uğurla keçsin. Mən heç özümün barəsində düşünməmişəm. O da həmçinin. Amma Rafiq müəllim, bir var səhnədəki fəaliyyət, bir də var ki, məişət. Məişətdə də həmçinin. Məişətdə də. Məişətdə də həmçinin. Çünki məişət deyil, biraz boğuraq adamı, belə bir ifadə var da, deyirlər. Надочка, я вам скажу, мы настолько уже привыкли с молодости, да, ну, можно сказать, с юности в Берьерде, и днем, и вечером, и ночью, все время. Поэтому мы как-то, и у нас какие-то свои разговоры, своя духовность единая, поэтому мы как-то не уставали. Это сейчас уже с возрастом, уже я смотрю, он идет в другую комнату, за компьютер садится, я тоже там где-то на диванчике села, понимаете? А в более молодом возрасте мне было очень интересно. Мы не уставали. Amma məsəl üçün mübahisələriniz olurdu, məsələn, nə barədə ola bilər? Nə üstündə düşə bilərdi mübahisələriniz? Ya mübahisə xırda Из-за şeylərin детей. üstündə. Где-то, может быть, я слишком к ним вот, ну, как мама, защищаю. Где-то ему хочется что-то такое, ну, повоспитывать больше. Вот только, а так, в общем-то, Ya нет. belə mübahisələr olmur. Elə bir səbəb də olmayır axı. Bilirsiniz, cavan vaxtında mən olduqca qısqan insanam. Və elə bu da Natəvan xanım da ki, həmişə lap cavanlıqda gözəl qız olub. Elə həmişə də bizim ömrümüz restoranlarda keçib. Biz restoranda nahar edmişik, çörəyimizi yemişik. Qastrol səfərlərində də. Qastrolda, Bakıda olmayanda Stalovaya zada getməzdik biz, həmişə restoranda. Və restoranda artıq elə ilk gündən, evləndiyimiz gündən, tanış olduğumuz gündən o bilirdi mənim xasiyyətimi də. Restoranda gəlib Но ему не надо было это мне говорить. Для того, чтобы зная, что он может где-то, кто-то, если не так посмотрел, может какая-то встреча. Я это все покрывала, я садилась так, чтобы мне было, и мне было комфортно, и ему было комфортно. Nəsə qadağa eləyirdi sizə Natəvan xanım? Вот удивительно, вы знаете, он же был 12 лет директор филармонии. Там столько женских коллективов, ансамбль танца, ансамбль песни.
песни, танцы, капелла. Həmişə gözəl xanımların Конечно, əhatəsində да. demək. Я говорю, и как-то Бог меня миловал, что не было такого. Обычно же любят позвонить, сказать что-то такое, да, там, ну, какие-то сплетни, какие-то разговоры. Никогда вот мне никто никогда не звонил, про него ничего не говорил. То же самое, я ездила без него на гастроли, вот зарубежные поездки в группах, и как-то он меня spokойно Ya, отпускал. onlar hamısı da bilirdilər ki, onlar Bilməz. bir yerdə biz işləyirdik. Onlar da məni yaxşı tanıyırdılar. Və ana bacı kimi həmişə elə buna böyük hörmət var idi. Mən də özüm çalışırdım o insanlarla da elə aparım ki, hörmət qazanın. Повода не подавали, ни я, ни он. Bəli, bəli. Səbəb gərək olsun. Əlbəttə. Конечно. Amma yenə də bir-birinizi qısqanmısınız. Yox, elə bir səbəb olmayıb. Нет. O bilirdi ki... Нет, просто он знает себе цену, а я знаю себе цену. Aha, bu Поэтому, nə deməkdir? поэтому зачем я должна его Yok, ревновать или он ha. меня ревновать? O heç... Yəni, hərənin öz ambisiyası olduğuna görə Ambisiyadan da başqa özümüzü əskilmək... heç onu biruzə də verməmişsiniz. Mən belə başlayacağım. Ancaq nəzarət altında olub ömür boyu. Bu da yaxşı bilir ki, hansı məclisdə, harada olsaq, mənim bir zərrə qədər də olsun ki, orada buraxmaram mən. Həmişə nəzarət Deyirəm də, altında. ola bilməz axı, olub da görürsünüz özünüzdə Özü bir yaxşı bilir ki, nəzarət. mən sizlə danışanda orada nə iş olur, mən onu da cavanlıqda, qıraqda nə olurdu, onları da nəzarət edirdim. Bilirsiniz, belə, nə bilim. Belə anlayıram ki, biri-birinizə çox etibar Прежде eləmək. всего Etibar надо edin. Yəni доверять. arada Конечно. etibar olub, sədaqət olub təbii ki. Hətta indi dədə babamız sulu ilə görsən ki, bir yumruğu bir vurdan. Heç yumruğumuzu vurmamışsınız Rafiq müəllim. Yox, belə əldən belə də ancaq yox, əl qaldırmamışam. Yox, o mənada yox, təbii Əl ki. qaldırmaq Yəni, artıq. mənim sözüm keçməlidir. Əlbəttə, biz öyle də Mənasında olmalı. yumruğunuzu Ну, vurmusunuz. Əlbəttə, такого, elə ну, так olmalıdır. нет, ну, такого Elə не olmalı было. da, amma həmişə bunun резкого. boyuna qoyuram ki, sən deyəndir. Yəni, kompromis, Нет, вы знаете, kompromis olur da. всегда женщина должна так, ну, в смысле, делать так, что муж думает, что да, это он так решил. Mən bilirsiniz niyə uzun-uzadı bu sualları sizə verirəm. Çünki həqiqətən siz nümunəvi bir ailəsiz. 50 ildir bir yerdəsiz və düşünürəm ki, tamaşaçılarımız üçün maraqlı olacaqdır. Nədir onları biri-birinə bu qədər bağlayan, ailədə bu uzun ömürlülüyün sirri nədir? O uzun ömürlüyün sirri məhəbbətdir. Görüşəndə ayrı bir ülvi bir məhəbbətdir. Sonra məhəbbətin cürbəcür formaları olur. Devran keçir, vaxt keçir, ömür keçir və məhəbbət ayrı-ayrı formalara düşür. Ömrümün axırına qədər mən həmişə fikirləşirəm ki, yaşayırıq biz, artıq ömrümüz keçir bizim. Və mən həmişə deyirəm ki, Allah göstərməsin bir pis, mən görməyəm. Bilirsiniz, o dərəcəyə qədər. Allah qorusun. Hə, ona görə görürsən bir balaca bir askıranda ya bir xəstə olanda mən artıq narahat oluram. Он нервничает, а я говорю, вы привыкли, что я не должна болеть, я не должна... O da həmçinin görürəm də bir balaca biraz özümü yaxşı hiss eləməyəndə narahat olur. Ən çox bəyəndiyiniz məsələn xüsusiyyət Nativan xanımda nədir Rəfiq müəllim? Mən sizə bir söz deyim. Qadın gərək incə ola, qadın gərək zərif ola, qadın gərək o incəliyi ilə yiyəli eləsin sənə. Ona görə də Nativan xanımın o bir xasiyyəti var. O olduqca alıcana tərbiyə almış insandır. O heç vaxt onun tərəfindən mən elə bir hərəkət görməmişəm. Ömründə belə bir резкий hərəkət, bir söz deyə elə şey görməmişəm. Нет, я скажу, что у нас было четверо детей у мамы, да, и я не помню, у меня старший брат был на 10 лет старше меня. Потом сестра моя была тоже старше меня, и младший брат есть. И я не помню, чтобы старший вот брат или сестра нас обижали, младших, чтобы они нам что-то Yani говорили ailede elə плохое. görmüşdünüz Да, də. такого не было. Bəs Nativan xanım, sizin məsəl üçün ən çox bəyəndiyiniz xüsusiyyət, Rafiq müəllimdə ən çox bəyəndiyiniz xasiyyət, keyfiyyət? Я вам скажу, у него характер, ну, мужской.
Наверное, всем девочкам всегда нравятся плохие мальчики, да? Вот такие. Озорные. Вот. Вот это, наверное, нравилось. Что ему было 26 лет, мне было 20, но мне казалось, что он такой взрослый, что он все знает, я ему доверяла, мне казалось, что вот то, что он говорит, да, правильно. Вот, говорит, ты раньше мне доверяла, ты раньше говорила, что вот все правильно. А я говорю, ну, я же тоже, в общем-то, уже выросла. Понимаете? Да. И поэтому, в общем-то, у него мягкий. В каком мягкий? Когда с ним нормально? Добрый, да, добрый. İndi bir məsələ var da, biz evlənəndə mənim dostlarım orkestrdə olan. Yaxınlaşıb mənim xəbərim olmadan buna deyirlər, sən kimə ərə getmişsən? Да, Наточка, он такой грубый, он такой жесткий, грубый. Они мне говорили, ты, мол, такая девочка, ну смотри. А я говорю, ну по отношению ко мне он nормальный. Onunla üstünlük həmişə ona mən hörmət eləmişəm, onun o münasibətinə görə. Anladım. Bəs ailənizdə, bax, sırf sizin ailənizə məxsus müəyyən ənənələriniz var? Ну, у нас очень демократичная Tradisiyon bizdə dədə-baba qaydasıdır. Həm nə qədər biz o yeni üslubla yaşayan, yeniliklə yaşayan insanlar olsaq da, o qədər də biz həmişə o tradisiyon qeyrətdir, sonra münasibətdə o böyük kişinin yeri bilməkdir. Самое интересное, что дети всегда хотят быть с нами. Вот и дочка, и зять мой, и мои внуки. Они всегда на всех мероприятиях хотят, чтобы мы были с ними. Это уже приятно. Bu da bir ənənədir. Bu da bir ənənədir. Bax, indi səhnədə siz hər ikiniz solistsiz. Siz bir ifaçı kimi, siz bir müğənni kimi, Natəvan xanım. Ailədə bəs kim solist, kim müşayiət edəndir? Məişətdə, mən solistəm, Natəvan xanım müşayiət edəndir. Sənətdə ömür boyu mən bunun elə keşiyində durmuşam, onu müşayiət edəni olmuşam, konsertmeyster olmuşam. Hər bir mahnını düzəldəndə mən ondan çox əziyyət çəkmişəm. Həmişə elə onu müşahidə. O kadar ağlamışam. Да, потому что когда репетировали, когда что-то какое-то произведение, что-то мы делали, бывало так, что нет, это что-то плохо. Я говорю, не хочу, не буду, уже и слезы, и все. Вот это такой процесс творческий. Amma o xoşdur. O göz yaşları xoş göz yaşlarıdır. Ancaq mən kədərkaram o barədə. O biraz o sənətdə mən sərtəm. Mən təşəkkür edirəm sizə. Həqiqətən də mənim üçün çox xoş oldu. 50 illik yubileyiniz yaxınlaşır və qızıl toyunuz olacaq. Düzdür, sizin o deyir ailə işinizə qarışmaq kimi olmasın. Amma yenə də soruşum, nə hədiyyə edəcəksiniz bir-birinizə? Əvvəla Allah Taala'nın hədiyyəsi odur ki, biz gözümüzü açıb səhərlər bir-birimizi görəndə... Özünüz bir-biriniz üçün hədiyyəsiniz. O özü böyük hədiyyədir mənim üçün, mən də həmçinin. Ancaq indi hər halda uşaqlar da məsləhət görürlər. İndi bir dəyərli bir hədiyyə olacaq da mütləq. Olmalıdır. Natəvan xanım gözləyir. Ancaq bir məsələ də var. Natəvan yox, onu da deyim sizə. Я вообще никогда, я не любитель вот таких каких-то особых подарков. И как-то я очень спокойно отношусь к таким вещам. Biz evlənəndə... Всегда. Вот, сейчас он расскажет. Biz Fərqanəyə getmişdik. İlk qastrol səfərinə getmişdik Orta Asiyada. Orada 66-cı il idi də. Pulum da var idi mənim, artıq 200-300 manat o vaxtı böyük pul idi. Və gəldik, gördük, onların o qızıl satan dükanlarında o qədər brilyant üzüklər var, paxlava. Hansı ki, burada Bakıda elə şey tapmaq mümkün gördü. Yadıma gəlir, bir paxlava üzüyə anam almışdı mənim. Nə qədər küllü miqdarda ona pul vermişdik. Gəldim, gördüm orada 90 manat, 100 manatı, 110 manada ən belə bahalı üzüklər satırlar. Dedim buna ki, gedək, o üzüklərdən alım sənin üçün. Gəldik, baxdı, dedi. Я померила, я говорю, нет, я же не буду это одевать. Пахлава вот на весь палец. Я говорю, нет, я это не буду одевать, я не хочу, нет, я в общем, я говорю, не хочу. Мы пошли, купили сервиз, пидолу, всякую ерунду накупили, и все.
Yəni sizin üçün əhəmiyyəti yoxdur. Абсолютно. Bəs mənim elə У xoşbaxtlığım меня мама такая была. У меня мама была вот какая-то, она спокойно относилась. И почему-то мама моя всегда говорила, девочки, деньги приносят несчастье. Почему-то Elə вот, deyilmiş. o dövrdə indi ola bilsin belə bir в şey. то время. Və o vaxtı, o dövrdə. Mənim də xoşbaxtlığım ondan olmuş, heç vaxtı heç nə tələb eləməyib məndən. Heç vaxtı elə bir, həmişə olanda Allah Taala olub, olmayanda da. Ancaq mən Может быть, это и плохо, я не знаю. Ну, как-то я это всегда хорошо, довольствовалась тем, что есть. Я всегда ему говорила, вот что есть, все нормально, спасибо. Не надо. Я что-то такое сверхъестественное я не хочу. heç vaxt. Amma bu kişi üçün çox önəmlidir. Ailədə Əlbəttə. kişi üçün bu çox önəmlidir. А сейчас немножко другое время. Məsələsi Сейчас время другое, и по-другому мыслят. Amma yenə də Bunlar Nativan deyil. xanım, bax bu 50 ildə ki bir yerdəsiz də, elə deyilmi? Bu 50 ildə onun ən böyük hədiyyəsi sizin üçün nə olub? Nə hesab edirsiniz? Во-первых, мои дети. Это мои дети. И у меня и дочь, и сын у меня замечательный. Və sizin Avnuçka, üçün? vnuk. Avnuçka. Нет, внук и внучка это уже отростки. Mənim üçün də, А в основном дети. mənim üçün də elə həyatımda mənim ən böyük hədiyyəm Natavan xanım özü olub. Onun ki, mənim ki, bu talihimə, o mənim həyatımda var. Mən özümü dünyada ən xoşbaxt insanlardan biri hesab edirəm. Ki, bundan artıq mənə, nə bilim, heç də ən xoşbaxt adamım mən. Və hesab edirəm ki, siz artıq hədiyyənizi aldınız. Yəni verdiniz artıq bir-birinizə Mənəvi hədiyyənizi. hədiyyələrdir bunlar. Əslində 50 illik ailə həyatının tamamında sizin bu söylədikləriniz biri-birinizə ən böyük hədiyyədir. Mən belə qəbul elədim bunu. Elə biz Конечно, də elə друг qəbul другу. edirik. Əlbəttə. Bəli, mən sizə təşəkkür eləyirəm. Əziz Natavan xanım, Rafiq müəllim. Bayaq sual verdim ki, ailədə kim solistdir, kim müşayiət edəndir. Siz də çox gözəl cavablandırdınız Rafiq müəllim. Amma bugün bizim proqramımızda siz hər ikiniz solist idiniz. Amma yenə də Rafiq müəllim, Natavan xanımın ifası ilə istərdik, onun solistliyi ilə istərdik proqramımızı yekunlaşdıraq. Və bir daha təşəkkürlər. Çox gözəl. Sağ olun, çox sağ olun. Göyler mavi, nəğmədir, nəğmədir. Dağlar yaşır, nağıllar, nağıllar. Mən nə bilim hanələr, düzə hardan yağırlar. Görəsən gülləri, neçəmin rəngi var. Görəsən bu çaylar haradan başlanar. Deniz mavi, arzumdur, arzumdur. Həzin, həzin, danışar, danışar. Külək şirin sözümdür, saçlarıma dolaşar. Görəsən dənizin neçəmin yaşı var. Görəsən küləklər haradan başlanar.
çiçeklerime